İcbari tibbi sığortanın xidmətlər zərfinə 3315 tibbi xidmət daxildir ki, bunların da bir qismini diaqnostik tibbi xidmətlər təşkil edir. Xüsusilə də funksional diaqnostika orqanizmin müxtəlif fizioloji sistemlərinin, ürək-damar sistemi, sinir sistemi, həzm sisteminin funksional vəziyyətini dəyərləndirməyə xidmət edir. Xəstəlikləri erkən mərhələdə aşkar etmək və onların ağırlıq dərəcəsini təyin etmək üçün çox əhəmiyyətlidir. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimai Əlaqələr Departamentinin rəhbəri Aynur Əhmədova funksional diaqnostik xidmətlər barədə Asan TV-yə danışıb. Bura əsasən ürək və beyin fəaliyyətini, ağciyərlərin və eşitmə qabiliyyətinin funksional vəziyyətini dəyərləndirmək üçün istifadə olunan müayinə metodları daxildir. Bunlardan ən geniş yayılmışları elektrokardioqramma, ürəyin ultrasəs müayinəsi olan exokardioqrafiya, ürək-damar sistemini fiziki gərginlik altında qiymətləndirən treadmill testi, 24 saatlıq ürək monitorinqi aparan holter, baş beynin elektrik aktivliyini ölçən elektroensefaloqrafiya və ağciyərlərin funksional vəziyyətini təyin edən spirometriyadır. Həmçinin audiometriya eşitmə qabiliyyətini, densitirometriya isə sümük toxuma sıxlığını ölçmək üçün istifadə edilən funksional diaqnostika metodlarındandır. Bəs funksional diaqnostik xidmətlər daha çox hansı xəstəliklərin aşkarlanmasında istifadə olunur? Dünyada, eləcə də ölkəmizdə qeyri-infeksion xəstəliklər arasında ən geniş yayılmışı ürək-damar sistemi xəstəlikləridir. Bu səbəbdən ən çox üst tutulan müayinə metodları arasında kardioloji diaqnostikanın ən geniş yayılmış metodlarından biri EKG-yə rast gələ bilərik. İcbari tibbi sığortanın hesabına aparılan funksional diaqnostik xidmətlərin ötən aylıq nəticələrinə baxdıqda EKG müayinəsinin siyahıda birinci olduğunu görərik. Təkcə ötən ay ərzində icbari tibbi sığorta hesabına 131 mindən çox EKG müayinəsi aparılıb. Ürək-damar sistemi xəstəliklərinin icbari tibbi sığorta ilə müayinə və müalicəsi zamanı exokardioqrafiya, holter monitorinqi, treadmill testi kimi müayinə üsullarından da istifadə olunur. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Aynur Əhmədova qeyd etdi ki, funksional diaqnostik müayinələr zərərli faktorların olmaması ilə fərqlənir. Ona görə də bütün yaş qrupları üçün diaqnozun dəqiqləşdirilməsi zamanı istifadə olunur. Uşaqlar üçün təhlükəsiz sayılan funksional diaqnostik xidmətlər həm əsas, həm də köməkçi müayinə üsulu kimi təyin olunur. Məsələn, ürək qüsurlarında, xüsusən uşaqlarda EKG-nin böyük diaqnostik əhəmiyyəti vardır. Ürəyin anadan gəlmə və qazanılmış qüsurları zamanı EKG, eyni zamanda rəngli Doppler olan EKG-KK vasitəsilə qüsurların ağırlıq dərəcəsini, ürək çatışmazlığının ağırlıq dərəcəsini dəqiq qiymətləndirmək mümkündür. Sonda qeyd edək ki, ixtisaslı həkimin tibbi göstərişi əsasında vətəndaşlar icbari tibbi sığorta hesabına diaqnostik xidmətlərdən yararlana bilər.